Salam, hər kəs salamlayıram. Bugün mən istəyirəm sizə GMO məhsullar haqqında məlumat vermək. Deməli, GMO məhsullar nədir? Geni meditasiya olunmuş məhsullar, yəni heyvan genlərindən götürülərək bitkilərə yeridilən və yaxud da bitki genindən götürülərək bitkilər yetişdirilən bu şəkildə bizə təqdim olunan məhsullardır. Və bu məhsullar bir çox ölkələrdə qadağa qoyulur, bir çox ölkələrdə isə istifadəsinə icazə verilir. Bunlar təbii ki, əhalisi çox olan ölkələrdə qida ehtiyatını, qida tələbatını ödəmək üçün ən çox istifadə olunur. Həmçinin deməli, xəstəlikləri davamlı olduğu üçün, uzun müddət qaldıqları üçün istifadə olunur. GMO-la icazə verən ölkələrə baxaq. Amerika Birləşmiş Ştatları birinci yerdədir, icazə verir GMO məhsullara. Sonra deməli, Kanadada icazə verilir. Çin əhalisi çox olduğu üçün icazə verilir. Sonra Argentina, burada da icazə verilir. Ondan sonra Hindistan, burada da təbii ki, icazə verilir GMO məhsullara. Ondan sonra Bangladeş, burada bilirsiniz məskunlaşma ən çoxdur və burada icazə verilir. Bir də Cənubi Afrika Respublikasına icazə